Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, hətta dietoloq, nutricoloq kimi də fəaliyyət göstərirəm. Sabira Wellness-də təlimçi ekspert kimi çalışıram. Əsas məqsədim sizlərə, əməkdaşlara Sabira Wellness-də olan məhsulların düzgün mexanizmini izah etməkdir və ən önəmli ə, ətrafımızda baş verən prosesləri düzgün dəyərləndirib və məhsul seçimlərini düzgün etməkdir. Bugün bilirik ki, hər həftə təlimimiz olur və fərqli-fərqli mövzulara toxunuruq və çalışırıq ki, mövzular da bizim məhsullara uyğun olsun, sizin iş həyatınızda da sizə köməklik göstərsin. Bugünkü mövzumuz fibromialgiya haqqında olacaqdır. Bu mövzunu seçməkdə yəni təsadüfi olmayıb seçməyim. Sizlərin mənə geri dönüşlərinizin vasitəsilə seçilib ki, hansı ki, bu mövzu haqqında da danışmamızı istəmişdiniz və mənim üçün də çox maraqlı mövzudur. Çünki bəzən olur ki, bu xəstəlikdən əziyyət çəkən insanlar bədənində baş verən prosesi düzgün dəyərləndirmirlər və bu da insanları çox narahat edir. Və bu günləri biz ümumiyyətlə bu xəstəlik haqqında danışacağıq və bu xəstəliklərlə biz necə mübarizə biləcəyik. İlk olaraq fibromialgiya nədir sualına gəldikdə, fibromialgiya xroniki yayılmış ağrılarla gedən əsasən sinir sisteminin həddindən artıq həssaslaşmasıdır. Yəni burada proses, problem sırf nə əzələlərdədir, nə bizim bədənimiz, sümüklərimizdədir. Burada sırf ağrı, sistem, yəni bizim sinir sistemimiz həssaslaşıbdır. Yəni həddindən artıq həssas olubdur. Yəni bu nə deməkdir? Məsəl üçün belə izah edim ki, məsəl üçün televizordur. Televizorun səsi xarab olubdur və nə qədər bu səsi biz aşağı da qoysaq, yenə də bu səs möhkəm çıxır və bu o deməkdir ki, bədən mexanizmləri həmin bu səsi fərqli algılayır. Və əlbəttə ki, bu da bizə ağrı şəklində geri dönüş edir. Bu fibromialgiya ümumiyyətlə son zamanlarda çox bir aktual prosesə çevrilibdir. Çünki səbəbi ondan ibarətdir ki, bugünkü həyat tərzimiz, stresimiz, yuxusuzluğumuz, emosional gərginliyimiz, hətta hormonal dalğalanmalarımız belə həmin bu fibromialgiyanın artmasına gətirir, çıxardır. Xüsusən də bu xəstəlikdən əziyyət çəkənlərin daha çoxu qadınlardır və səbəbi də ona görə, yəni araşdırmalar göstərir ki, əsasən qadınlarda olmasının, daha çox qadınlar bu xəstəlikdən əziyyət çəkməsinin əsas səbəbi ondan ibarətdir ki, qadınlar daha çox həssas olurlar və beyinləri daim işlək formada olduğu üçün sinir sistemində həssaslaşma daha çox qadınlarda görünür və çox zaman da əsasən bu xəstəliklərə əziyyət çəkən insanlarda, yəni bədəndə bu ağrıları hiss edəndə, əlbəttə ki, insanlar həkimlərə müraciət edirlər, hansısa bir check-uplardan keçirlər. Lakin bunların analizləri təmiz olur, yəni heç bir problem tapılmır, amma yenə bu ağrıları yenə insanlar hiss edirlər. Və elə olur ki, bu prosesi düzgün dəyərləndirməyəndə, yəni diaqnoz olaraq bunu çox şeylərlə səhv salırlar. Məsəl üçün, bəzən olur depressiya ilə səhv salırlar, bəzən olur ki, revmatit artritlə səhv salırlar, amma fibromialgiya heç biri ilə əlaqəli bir şey, xəstəlik deyil. Simptomlar olaraq bir-birinə oxşuyur deyə, ona görə buna dəqiq diaqnoz qoymaq ən önəmlidir. Simptomlarına gəldikdə, demək, simptomları çoxdur. İlk olaraq bədəndə yayılmış bir ağrı olur. Yəni, bütün bədən ağrıyır. Hətta belə deyim, əgər bir insanda fibromialgiya varsa da, ona əl vuranda belə əlini mənə vurma sözünü də eşitmək olar. Çünki bədən o qədər, ağrı o qədər bədənə yayılmış olur ki, və bədən başlayır sərtləşməyə.
Sonra simptomlarına gəldikdə yorğunluq olur. Yəni insanlar həddən artıq səhər yuxudan ayılanda çox yorğun, halsızlıq olur və görürsünüzmü, simptomlar digər xəstəliklərlə çox oxşayır və lakin bunu düzgün dəyərləndirmək lazımdır. Çünki bir anemiyadan əziyyət çəkən insan da səhər-səhər yuxudan ayılanda yenə yorğun, halsız ola bilər. Burada simptomların ümumi olaraq bütün simptomları analiz toplamaq lazımdır ki, buna diaqnoz qoyulsun. Burada nə insanlarda nə görülürdü? Bu xəstəlikdən əziyyət çəkən insanlarda yuxu pozulması olur. Yəni heç bir səbəb olmadan bir insan əgər normal yuxu yatırsa da bir müddətdən sonra yuxu pozulması və bütün normativləri yerində olsa belə yenə də bunun insanın yuxu pozğunluğunu müşahidə ediblər. Baş ağrıları həddindən artıq çox olur. Hətta belə deyim, simptomatik olaraq ağrılar, ağrıkəsicilər vasitəsilə bir müddət susdurulur və yenidən bu ağrılar şiddətlənir və konsentrasiya burada çətinləşir. Hətta eşitmiş olarsınız, bəlkə də aranızda və yaxud da yaxınlarınızda olan olur ki, beynim dumanlıdır. Yəni bu da konsentrasiyanın pozulmasıdır. Yəni bütün bu simptomlar bir yerdə insanın həm fiziki, həm də psixoloji cəhətdən çox yorur və həyati keyfiyyətini tamamilə aşağı salır. Yəni əslində dediyim kimi, bu simptomlar digər xəstəliklərlə oxşar olduğu üçün bunu düzgün dəyərləndirmək lazımdır. Bir də ümumi olaraq, məsəl üçün, və çox eşitmişik ki, bədənimdə ağrı var, çiynimdə ağrı var, boynumda ağrı var. Düzdür. Bunu revmatizm, artritlə də, osteoporozla və digər xəstəliklərlə də, sinir tutmalarının hər birinin simptomları bir-birinə oxşuyur. Lakin burada fərq nədir? Fərq ondan ibarətdir ki, bütün sadaladığım bu simptomlar, hansı ki, səhər yorğunluğu, bədəndə ağrı uzun müddət gedir. Çox bir, məsələn, bir 3 ay getməlidir ki, bu proses artıq bu insana dəqiq diaqnoz qoyulsun. Və insanlara tövsiyəm odur ki, yəni dayanmadan həkim dəyişdirmək də düzgün deyil ki, əgər məsəl üçün özünüzdə bu durumlardan şübhələnirsinizsə də, məsəl üçün dayanmadan insanlar dəyişdikdə buna düzgün diaqnoz qoyula bilmir. Və əslində bir həkimə məsəl üçün yönəlib və həkim səni izləməlidir 3 ay. Bu sadaladığımız bütün proses davam edirsə də demək səndə fibromialgiya simptomları artıq özünü əks göstərir və boyunda, çiyində, bel hissəsində hər bir yerdə yəni ağrı müşahidə edilə bilər. Demək olar ki, bütün bədəndə ağrını görmək mümkündür. Və fibromialgiya ümumi olaraq 3-5 günə gedən bir xəstəlik də deyil, yəni simptomları tez bir azalan da deyil ki, çünki burada məqsəd tamam fərqlidir. Məqsəd odur ki, biz sinir sistemimizdə təhlükə yoxdur siqnalını ötürməliyik və ona görə də burada biz 3-4 gündən və yaxud da hansısa bir dərman müalicəsi mi yoxdur, hansısa bir iynələr mi yoxdur ki, bu simptomları tamamilə müalicə etsin. Əslində səbəbi bilinmədiyi üçün, yəni araşdırmalar ümumi olaraq məsəl üçün belə deyim də, sırf kök patogenez olaraq bu problemdən törənir deyə bu araşdırmalar yoxdur deyə, ona görə də sırf bunun müalicəsində hansısa bir preparat bu xəstəliyi müalicə edir deyə bir anlayış yoxdur. Əsas problem hardan qaynaqlanır? Əsasən sinir sistemindən qaynaqlanır. Yəni fibromialgiya əsas mexanizm sırf mərkəzi sinir sistemində gələn ağrı siqnallarının güclənməsidir. Yəni sinir sistemi o qədər həssaslaşıbdır ki, yüngül bir ağrını da o şiddətli kimi qəbul edir. Hətta öz toxumasını belə beynində onu ağrı kimi görür. Və burada əlbəttə ki, bizim məqsədimiz həmin bu həssaslaşmış sinir sistemini geri qaytarmaqdır, yəni bərpa etməkdir. Və ona görə də burada elə bir müalicəvi bir hansısa bir dərmanlarmı, hansısa bir müddətmi əlbəttə ki, söz gedə bilməz. Bundan sonra bir də bunu demək istəyirəm ki, fibromialgiyada mütləq əsas müalicəsinə, yəni insan bu prosesdən şübhələnirsə də ən önəmli nə etməlidir? Burada fokuslanacaq mövqeyimiz bizim həyat tərzimiz olmalıdır. Yəni ən önəmli həyat tərzi olmalıdır ki, sırf bu xəstəliklə mübarizə aparam. Sual ola bilər ki, aranızda bu məsəl üçün xəstəliyə diaqnoz olaraq
olaraq kimə getməliyik, hansı ə, həkim bizə diaqnoz qoymalıdır. Əlbəttə ki, burada revmatoloqlara müraciət etməliyik. Revmatoloq səni 3 ay ərzində izləməlidir, proseslərə baxmalıdır və ondan sonra sənə bu diaqnozu qoyurlar. Stresslə kortizol ilə əlaqəsi var ki, hansı ki, belə deyim, son modern həyatımızda xroniki stressdən hər bir kəs əziyyət çəkir. Xroniki stress nədir? Yəni daim bədəndə kortizol hormonu yüksək olur. Yəni daim bədən stress fonundadır və bunun üçün də bu kortizol pozulduğu üçün də sinir sistemi artıq yorulur. Yəni burada yorulandan sonra da sinir sistemində həssaslaşma başlayır. Bu da əlbəttə ki, ağrılarımızın artmasına gətirir, çıxardır. Yəni burada bu prosesdə bizim əsas məqsədimiz sinirimizi, yəni kortizol hormonumuzu aşağı salmaqdır və ən önəmli adaptasiyanı artırmaqdır. Bundan əlavə də demək istərdim ki, ümumi olaraq, yəni kompleks yanaşma götürdükdə indi irəliləyən dəqiqələrdə biləcəksiniz ki, yəni sırf fibromialgiya prosesində biz həyatımızı ona uyğun qurmalıyıq ki, bizim həyat keyfiyyətimiz daha yüksək olsun. Və dəfələrlə bu xəstəlikdən əziyyət çəkən insanlarda daha çox ödəm şişkinlik olur. Çünki biz dedik ki, burada proses olaraq sinir sisteminin həssaslaşmasıdır. Əlbəttə ki, sinir sistemi birbaşa limfa dövranımızla bağlı olduğu üçün və əlbəttə ki, burada limfa drenajımızda zəifləmə gedir. Yəni bədən toksinləri ata bilmir. Və ona görə də burada toksin atılmayanda da su tutulması baş verir və toxumalarda ağrılaşmanı görürük. Və bu prosesdə əlbəttə ki, biz səhər duranda artıq səhər şişkinliyini yaradır bizim bədənimizdə. Və bunun üçün də biz həyat tərzimizi elə bir məhsullar seçməliyik ki, həm limfa dövranımızı aktivləşdirməliyik, həm ümumi olaraq biz sinir sistemimizin həssaslığını aradan qaldırmalıyıq. Yəni mərkəzi sinir sisteminin öz vəziyyətinə geri qaytarmalıyıq. Əslində bu prosesdə ümumi olaraq, yəni qaynaqlanmasının səbəbi illərcə illərin o yorğunluğu deyilən bir faza var ki, insanlar tez-tez işlədir və niyə deyirəm ki, bu qadınlar arasında daha çoxdur bu xəstəlik yayılıbdır. Çünki insanlar dayanmadan o qədər hər bir şeyə reaksiya verərək və həssaslaşdığı üçün və illərlə bu yığılır və artıq belə deyim, mərkəzi sinir sistemimizin belə deyim, həssaslaşmasına gətirir, çıxardır və bu da bizim bədənimizə, bütün bədənimizə ağrı fonunda yayılır. Bu prosesdə demək bizə Sabira Wellness-də olan məhsullar var ki, hansı ki biz bunlarla kompleks yanaşma edəcəyik ki, bunlar nə olacaqdır? Bunlar əlbəttə ki, həm xarici dəstək olacaqdır, həm də daxili dəstək olacaqdır. Mütləq bu prosesdə bizə bir də bunu deyirdim ki, demək bir araşdırma var ki, hansı ki bu xəstəlikdən əziyyət çəkən insanlarda ilk olaraq, yəni ilk həmin bu xəstəliyin dostu masajdır ki, çünki masaj bizim bədənimizə rahatlayıcı bir prosesi sunum etdiyi üçün və ona görə burada biz önəmli elə xarici balzamlar seçilməlidir ki, masaj vasitəsilə həmin o bədəndə olan kəskin ağrıları tamamilə aşağı salsın. Və onun üçün də bizim üçün ən köməyimizə çatan məhsullar balzamlar olacaqdır ki, hansı ki deyəcəm, hansı balzamlar. Bundan sonra mütləq daxili dəstək çox önəmlidir. Dedik ki, bu mərkəzi sinir sisteminin həssaslaşması ilə əlaqəli olduğu üçün biz əlbəttə ki, daxildən də kömək etməliyik. Bitki çayları burada çox önəmlidir. Çünki bəzi bitki çayları var ki, hansı ki
vegetativ sinir sisteminə birbaşa təsir edir. Yəni vegetativ sinir sistemi nədir? Bizdən asılı olmayaraq bədənimizdə olan orqanlarımıza impulsların ötürülməsidir ki, hansı ki bunun da adaptasiyası bitki çaylarının vasitəsilə həyata keçirilir. Yəni ümumi olaraq fibromialgiya da tək bir məhsulla deyil, gündəlik həyatımızda seçdiyimiz məhsullarla idarə olunan bir xəstəlikdir. Və Sabira Wellness-də olan məhsullar var ki, hansı ki, burada da yerləşdirmişəm, şəklini də qoymuşam ki, burada biz hansı məhsulları seçə bilərik. İlk olaraq ən önəmli məhsul burada, yəni lazım olan məhsul burada masaj yağıdır ki, hansı ki, rahatlaşdırıcı masaj yağıdır. Çünki bunun tərkibində olan lavanda efir yağı var. Bu biz dedik ki, proses mərkəzi sinir sistemində baş verdiyi üçün burada artıq lavanda efir yağı birbaşa bizim mərkəzi sinir sistemimizi sakitləşdirir və həmin o həssaslığı aşağı salır. Nanə cövhəri vardı. Bu nanə cövhərdə bilirik ki, bizə bir reflektor olaraq çox yüngül bir rahatlama prosesini həyata keçirdir. Və ən önəmli səndəl ağacı, hansı ki parasimpatik sinir sistemini aktivləşdirir və bizim rahatlaşmamıza səbəb olur. Xəşənbül demək cövhəri var. Bunun ən önəmli belə deyim işi dedik ki, əgər bizim mərkəzi sinir sistemimiz həssaslaşıbsa da, əlbəttə ki, bizim mikrosirkulyasiyamız da normal getməyəcək. Həm limfa axınımız, həm ümumi olaraq mikrosirkulyasiya. Və bu xəşənbül cövhəri də məhz burada həmin o mikrosirkulyasiyanı yüngül formada demək tənzimləyərək bizim bədənimizə rahatlaşdırır. Və baza olaraq tərkibində bəzi bitki yağları var ki, bunlar da dəriyə təhlükəsiz siqnalını verir. Hansı ki, təlimi başlayanda sizə dedim ki, bizim əsas məqsədimiz bu prosesdə beynimizə elə bir məhsullarla siqnal ötürməliyik ki, yəni bədəndə təhlükə yoxdur, sən həssaslaşma mesajını ötürməliyik. Məhz bu yağın tərkibində olan yağ bazası var ki, günəbaxandır, küncütdür, kastorni maslanın özüdür. Bunlar birbaşa həmin siqnalları ötürür. Və ən önəmli, deyirik ki, bizə masaj bu prosesdə ən öndə gedən demək proseslərdən biridir ki, və masajı hansı efir yağlarıyla edəndə mütləq fikir verilməlidir ki, bunlar qızdırıcı olmasın, yəni yandırmasın, qıcıqlandırmasın və məhz bunun üçün də bu fibromialgiyada axtardığımız məhsul sırf bu məhsul ola bilər. Və iki dənə məhsulumuz var ki, hansı ki, bunları da biz masaj istifadə edərkən bədənimizdə bunları seçə bilərik. Extra Rich balzamı, yəni Koren balzamı, hər kəs tanıyır bunu. Məhz bu prosesdə də əlbəttə ki, biz bu məhsulu istifadə edə bilərik. Bu məhsul ümumi olaraq bütün bədən sahələri üçün onsuz da nəzərdə tutulmuş bir məhsuldur və bu prosesdə də çox ideal seçilmiş məhsuldur. Çünki tərkibindəki olan efir yağları vegetativ sinir sistemini rahatlaşdırır. Biz dedik vegetativ sinir sistemi nədir? Bizdən asılı olmayaraq, yəni biz idarə etmədən həmin bu sinir sistemi impulslar ötürür ki, hansı ki bizim ürək döyüntümüzü artırır, yuxuya keçmə rejimimizi bərpa edir və yaxud da qan təzyiqimizi stimullaşdırır. Bunlar vegetativ sinir sistemi ilə əlaqəli olan proseslərdir. Məhz burada Extra Rich balzamı vasitəsilə, yəni bir yüngül masaj ediriksə də, burada əsas olaraq həmin bu vegetativ sinir sistemində rahatlaşma gedir və burada da masaj çox önəmli olduğu üçün və bu məhsul da məhz burada onun üçün nəzərdə tutulubdur. Bir də ən önəmli məhsullardan biri də Flexrap Basic məlhəmidir. Bunun tərkibində iki dənə əsas aktiv maddə var ki, bunlar da reflektor olaraq birbaşa sakitləşdirici təsir yaradır. Hansı ki, bu da mentolla kamfradır.
Ümumiyyətlə fibromialgiya prosesində aktiv maddələrdən seçici olsaq, ən önəmli efir yağlarla mentalla konfor olmalıdır. Efir yağları da seçici olmalıdır ki, hansı ki bunlar çox qızdırıcı olmasın. Məsələn, bizdə digər bir məhsul var, xardal geli. Onu bu prosesdə istifadə etmirik, çünki o çox kəskin qızdırıcı olduğu üçün burada əlbəttə ki, qıcıqlanma verər. Onu bu proseslərdə biz istifadə etmirik. Və bu ekstra riç balzamını, məsəl üçün mütəmməli olaraq hər axşam masaj şəklində bütün bədəni masaj edə bilərsiniz. Əgər bu proseslə üzləşibsinizsə, çox kəskin ağrılar varsa da, məsəl üçün günün birinci yarısında biz Flexrab Basic mərhəmini tövsiyə edərdik. Axşam saatlarında isə ekstra riç balzamını. Yatmazdan əvvəl isə digər bu rahatlaşdırıcı masaj yağı olan bu məhsulu, məsələn, yatmazdan bir 20 dəqiqə öncə və bunu etsəniz daha yaxşı nəticələr görəsiniz. Çünki biz dedik ki, bu prosesdə yuxu keyfiyyəti çox pozulur və əlbəttə ki, bunun üçün də həm daxildən, həm xaricdən vasitələr çox önəmlidir. Sonra keçək isə burada ümumi olaraq digər qida əlavələri üçün niyə vacibdir fibromialgiya prosesində? Çünki burada dediyim kimi problem əzələdə deyil. Bəli, bizim bütün əzələmiz ağrıyır, bədənimiz ağrıyır. Lakin burada problem bizim əzələmizdə olmadığı üçün sinir sistemində, mərkəzi sinir sisteminin həddindən artıq həssaslaşması olduğu üçün stressə adaptasiyamız çox zəifləyir və burada da bir çox mexanizmlərin pozulmasını gətirir, çıxardır və bu da əlbəttə ki, bizim ilk olaraq yuxumuzdur, bədənimizdə olan ağrılardır və bunun üçün də biz elə məhsullar seçməliyik ki, bu devirdə sinir sistemi üçün lazım olan qida əlavələri olmalıdır və elə bir çaylar olmalıdır ki, bu prosesi tənzimləsin. Və ümumi götürdükdə, qida əlavələrinə gəldikdə isə bu prosesdə bizə kömək edəcəyimiz qida əlavələri nədir? İlk olaraq maqneziumdur. Bilirik ki, biz dedik ki, bu prosesdə demək xroniki stresslə kortizol bir-birindən əlaqəli olur. Bu xəstəlikdə də yenə artma müşahidə olunur və əlbəttə ki, biz kortizolla mübarizə edərkən biz maqneziumla istifadə edirik. Hətta belə deyim, bunu maqneziumu bu xəstəlikdə, yəni profilaktik deyil, daim qəbul edilə bilər. Çünki həqiqi bu prosesdə maqneziuma həddindən artıq çox ehtiyac duyulur. Yəni belə deyim, məsələn, bir ay içdim, yəni dayandırım, belə şey qətiyyən olmamalıdır. Çünki bu proses çox uzun müddət getdiyi və bu fibromialgiyanın yaranması da bir günə yaranmadığı üçün uzun illər yığılan bir yorğunluğun fonunda yaranan bir xəstəlik olduğu üçün də və ona görə də biz maqneziumu təyin edərkən bunu uzun müddətli təyin olunmalıdır ki, bu prosesə normal cavab qaytarılsın. İkinci isə dediyim kimi burada Baykal fitoçay var ki, bunun tərkibindəki olan bitki ekstraktları keçən təlimdə də getdim. Bu prosesdə neyinir? Yuxuya keçid fazası var ki, onu tənzimləyir. Yəni bizim yuxuya keçid fazamız üçün lazım olan bitki cövhərləri var ki, həmin onu tənzimləyir və biz normal yuxuya keçə bilirik. Bunu da uzun müddətli içə bilərsiniz, yəni tövsiyə edə bilərsiniz. Heç bir toksikliyi qətiyyən yoxdur. Və digər burada bir məhsul var, pişikotu və bədrəc tərkibində, yəni melisa ilə pişikotudur. Hər kəs bunu sakitləşdirici kimi tanıyır. Bəli, çünki burada olan tərkibindəki olan bu maddələr bizim beynimizdəki qaba sistemini yüngül şəkildə aktivləşdirərək və ən önəmli o beynim dumanlıdır ifadəsini edən insanlara məhz bu preparatı təyin edirik ki, həmin o çökmüş insanlara, motivasiyaları tamamilə düşmüş insanlara və heç nədən zövq ala bilmirlər. Çünki sinir sistemi o qədər həssasdır ki, hər bir şey onlara təsir edə bilir və əlbəttə ki, bu
Ümumiyyətlə Melisa mənim iş həyatımda ən çox sevdiyim bitkilərdən biridir ki, hansı ki, digər çayların, hətta bu dərman qida əlavəsində tərkibində var. Ümumiyyətlə Melisa belə deyim, gecə yuxuya getmək, hansı ki, melatonin hormonunun ifrazatında, yəni stimullaşmasında, yəni melatonin hormonunun bədəndə stimullaşması üçün ən önəmli bitkilərdən biridir ki, hansı ki, bu qida əlavəsinin də içərisində var. Ümumi olaraq fibromialgiya ilə yaşamaq çox normaldır. Lakin onun özünün qaydaları var, strategiyası var ki, hansı ki bunu normal qaydada edilsə, əlbəttə ki, biz heç nədən əziyyət çəkməyəcəyik. İlkin olaraq qaydalardan biri ondan ibarətdir ki, daimi ağır olmayan hərəkətlər olmalıdır. Yuxu rejimini düzəltməliyik. Bəli, yuxu rejimi pozulur. Baxırıq ki, analizlərdə hər bir hormon normaldır, lakin biz çaylar vasitəsilə, qida əlavələri vasitəsilə, həyat tərzimizdən bunu normallaşdırmalıyıq. Stresi idarə etməliyik, hansı ki, maqneziumla idarə olunur və ümumi olaraq bədəndə məsələn axşama doğru qidalarımıza fikir verməliyik ki, gündəlik bir stresin idarə olmasında fikir verək. Günlük balzamlarımızı qətiyyən əksik etməliyik. Çünki bədənimizdə həmin ağrıları sakitləşdirməliyik ki, artıq sinir sistemi başa düşsün ki, bədəndə təhlükə yoxdur. Məsəl üçün burada deyə bilərsiniz ki, balzamların bizə, yəni əgər sinir sistemində problem varsa da və sinir sistemi həmin mərkəzi həssaslaşdığı üçün ağrını bütün bədənə yayır və əgər biz balzamların köməkliyi ilə həmin ağrıları dəf etsək, yəni sakitləşdirsək, artıq bizim beynimizdə də siqnal olaraq beyin bunu algılayır ki, artıq təhlükə yoxdur. Yəni ona görə burada bizim günlük balzamlara həddindən artıq çox ehtiyacımız var. Ümumi olaraq bunu bir müalicə kimi deyil, yəni bir həyat tərzi kimi yanaşmalısınız və özünüz də araşdıra bilərsiniz, baxa bilərsiniz sosial şəbəkələrdə və digər səhifələrdə ki, ümumiyyətlə əgər bir insan bu xəstəlikdən əziyyət çəkirsə də həyat tərzini dəyişməlidir. Yaxşı qidalanmalıdır, qida əlavələrini kəsməməlidir və mütləq günlük dəstəklərdən, hansı ki, balzamlardan, çaylardan günlük həyatında istifadə etməlidir. Sonda isə bunu demək istəyirəm, hörmətli əməkdaşlar, fibromialgiya ümumiyyətlə insanın zəifliyi deyil, bu artıq bədənin mən artıq yorulmuşam bir mesajıdır və ümumiyyətlə bu xəstəlik də yəni daha çox 30-55 yaş arasında müşahidə olunur və Siberian Wellness olaraq da bizim məqsədimiz əslində bu xəstəliyi, ağrını susturmaq yox, bədənin yenidən həmin o balans vəziyyətinə qaytarmaqdır. Yəni sinir sisteminin öz balansına geri qaytarmaqdır ki, hansı ki bu prosesdə Sabira Wellness-də yetərincə məhsullar var, lakin burada yenə deyirəm, uzun müddət biz bu müalicəyə düzgün riayət olunmalıdır. Və sonda bunu da demək istəyirdim ki, lakin bəzən olur ki, bəzi bu yəni hər kəsə aid deyil, lakin ola bilər sizlərə də deyim ki, bəzən bağırsaq problemləri olan insanlarda, yəni bir insan məsəl üçün həddindən artıq çox bağırsaqda bakteriyaları çoxdursa da, yəni SIBO deyilən bir xəstəlikdən əziyyət çəkirsə də, bu da yeni bir araşdırmadır, amma bu həqiqi tam sübut olunmayıbdır. Lakin müraciət edən insanlar, bu SIBO xəstəliyindən əziyyət çəkən insanlarda bu xəstəlik daha çox olur ki, hansı ki biz bilirik ki, bağırsaqda demək mikroflora pozulubdur, bakteriyaların çoxalmasını müşahidə edirik və əlbəttə ki, bu xəstəliklə də bundan bağlı ola bilər. Amma bu hər kəsə şamil deyil. Bəzən olur ki, məsələn, SIBO-dan əziyyət çəkən insanlarda bu xəstəlik də yanaşı gedə bilər və buna mütləq diqqətli olun. Əgər bir insan sizə müraciət edirsə də, ümumi
Sizə bu günləri dediyim simptomları sual-cavab edirsiniz və bir revmatoloqa yaxınlaşmısınız, o haqqda məlumat alırsınız və əlavə olaraq da bağırsaq haqqında da mütləq məlumat almağınız vacibdir. Yəni köp olursunuzmu və SIBO-nun özünün diaqnozları var, simptomları vardır. Yəni yemək yeyəndən sonra qarın şişkin. Bunları da unutmayaq ki, dediyim kimi bəzən olur ki, insanlarda da bu xəstəlik SIBO ilə əlaqəli olur və bu prosesdə də bizim yəni əlbəttə ki, əgər bunu da bilsək, bizim köməyimizə çatacaqdır. Ümid edirəm maraqlı təlim oldu. Sizin geri dönüşləriniz əsasında mən bu mövzunu hazırlaşmışdım. Əgər yenə də qaranlığınız nəsə varsa da mənə geri dönüş edə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.